Sen Haris İbni Ebu Zeynep Xeybərli sən öldürdün? Hı? Onu sülhə çağırdım. Amma o döyüşə israr elədi. Ona dedim, müsəlman olsan bizə qoşularsan. Sənə də deyirəm bunu. Mənə? Bəli, sənə. Mən müsəlman olum? Mən müsəlman qanına susamışam. Müsəlman olum? Allahın bütün dinləri hamısı bir-birinin davamıdır. Bir-birini tamamlayır. Adəm və Nuhdan, Musa və İsa'dan başlayan bu xətt axırda gəlib Mühəmmədə çatır. Danışmağı burax Əli. Hünərin çatırsa üstümə gəl. Xeybər mənim mərhəb olduğumu bilir. Hamı məni yaxşı tanıyır. Qılıncı, döyüşməyi çox sevən bir pəhləvanam. Qılınclarınızı hazırlayın qabağımı kəsməyə. Görün nizə və qılıncı necə oynadıram. Qanımıza susamış olsan da mehribanlıq bizi bir araya gətirə bilər. Biz ayrı-ayrı yollardayıq. Peyğəmbərlərin hamısının yolu bir olub. Boş-boş danışma. Bir Musa peyğəmbərin yolu başqa olub. Sizin peyğəmbəriniz Musa elə bizim də peyğəmbərimizdir. Sizin öz dininiz var, bizim də öz dinimiz. Sizi and verirəm Allaha. Aranızda məndən başqa Cəfər-i Təyyar kimi qardaşı olan var? Allah ona 2 qanad verib, o da onlarla cənnətdə pərvaz edir. Ya Mühəmməd, mübahisə eləsən də bil ki, haqqa biz tez çatmışıq. Sən öz məscidində bu qədər cəmaatın içində bizə deyirsən ki, sənin yoluna gələk. Bu bir neçə gündə bizi Allahın yoluna çağırdın. Bütün bunlara görə çox sağ ol, təşəkkür eləyirəm. Amma mənim 70 yaşım var, Eyhəbin isə 80. Biz və bütün nəcranlılar gözümüzü açandan bəri öz dədə-babalarımızın yolu ilə gedib, onların dinində olmuşuq. Başqa dini tanımamışıq. Biz indi sənin bütün dediklərini dinlədik. Sən deyirsən ki, əgər İsa Məsihin yerə gəlməməsinin səbəbi Allahın istəyinə bağlıdırsa, onda heç ata-anası olmayan bir varlığın aləmin Rəbbi olmasına daha çox ləyaqəti var. Bununla belə biz öz dədə-babalarımızın yolunu davam elətdiririk. Biz öz iddia etdiyin kimi, ya Mühəmməd, sənin Allahın Peyğəmbəri olduğunu qəbul eləyə bilmərik. Ya Muhammed, qoy biz və bütün nəcranlılar öz yolumuzdan gedək. Gəl sən öz yolunla get, biz də bu vaxta qədər getdiyimiz yola davam eləyək. Biz nəcranlılar öz dinimizə baxdıqda görürük ki, haqq bizimlədir. Sənin iddia elədiyin İslamda deyil. Dayanın, sakit olun.
Dediklərimin heç birini mən özümdən demirəm. Hamısı Allah Taala'nın buyurduqlarıdır. Siz mənim dəvətimi eşitdiniz, amma onu qəbul eləmək istəmədiniz. Bu inatkarlığınıza baxmayaraq, sizin hörmətiniz yenə öz yerindədir. Allahın son höccətini tamamlamaq üçün sizi mübahiliyə dəvət edir. Mübahiləyə? Kim yalancıdırsa, gəlin Rəbbimizdən ona bəla diləyib Allahın lənətini arzulayaq. Sənin bu təklifin bəyəniləndi, Muhammed. Biz haqq olduğumuza tam əminik. Bu təklif bizim sizə qalib gəlməyimizin son həddidir. Razıyıq buna. Görüş yeri haradır? Elə gəldiyiniz yer. Sabah səhər Mədinənin kənarında görüşər. Biz öz üç Allahımıza inanırıq. Bizim Allahlarımız mütləq sənə bəla nazil eləyəcək. Sənin sülaləni də məhv eləyəcək. Sənin nəslinin axırına çıxacaq. Ardıcıllarında da bizim dinə qarşı son dərəcə məhəbbət yaradacaq. Əgər Mühəmmədi sevirsinizsə, durun indidən onunla vidalaşın. Çünki o sabahın günəş parıltılarını görməyəcək. Mənim 80 yaşım var. Bu uzun ömrümün düz 70 ilini dua və ibadətlə keçirmişəm. Mən sabah 70 illik ibadətimin nəticəsini görüb, sizin böyüyünüz üçün bəla istəyəcəm. Bu ne değil? Bu ne danışır? Ay cemaat, bu ne danışır? Bu ne değil? Sakit olun, sakit olun. Axı bu niye böyle danışır? Kimsə onlara bir söz deməsin. Sakit olun. Mən bu iki nəfərə aman vermişəm ki, sözlərini arxayın və rahat deyə bilsinlər. Əyləşin. Sizə bir nəsiyyət verəcəyəm. Əgər biz ikimiz bugün Mühəmmədə bəla nazil eləyə bilsək, bizdən gileylənməyin. Bunu o özü istədi. Adın nədir ay gözəl üzlü insan? Əbu Rafi, Müstəfa üçün azad edilmiş nökər. Səndən bir sual soruşsam, cavabımı verərsən? Əlbəttə, soruş, ey Nəcranlı. Əgər Mühəmməd gəlmək istəsə, hansı yolla gələr? Elə bizim gəldiyimiz yolla. Hamının gedib gəldiyi yolla, düz o xurma ağacının qabağındakı yolla.